Salam aleyküm, hər vaxtınız xeyirli uğurlu olsun. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət Təşkilatı və İctimai Birliyinin Ucar Təşkilatının sədri Məmmədov İlkin. Bugün Ucar rayonu Nəsim küçəsində çəkiliş aparıram. Deməli, vətəndaşlar mənə müraciət ediblər. Həmin bu küçədə yaranmış problemlə bağlı və mən də gəlmişəm. Burada çəkiliş edib problemi ictimailəşdirməkdən ötürü. Deməli, buradakı problem gördüğünüz kimi kanalizasiya problemidir. Küçədə iyi qoxudan insanlar dayana bilmir. Yəni burada həqiqətində ciddi problem yaranıbdır. Mən indi buna görə də sözü verirəm vətəndaşlara, buyursunlar problemi dəqiq şəkildə çatdırsınlar. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Rəhmət Ramiz. Benim kızımın evidir bura. Bu iyiden korkudan burada olan derdine onları burada ne yumağa koymuram, ne çelemeğe koymuram. Su çıkar yeri yoktu. Var idi çıkar ya. Allah ölenlerine rahmet eylesin. Açırdı. Getirip açtırdı. Kanıza çalıştırdı. Gitti oradan betonu koydular. Ağzından yöp gitmiyor su. Yağış yağdı. Sudan kapıdan üstüne uçak çıkamır. Bak o uçağı aldık kucağımıza. Sabah onu çağırdı. Çöre nasıl indiydik. Bak bu çöpe uçaları. Bu iyiden korkudan kişinin evinde bak. Evinde korkudan oturabilir mi burada? Evet, düz. İyiden korkudan oturmam için. Bak fikir, gelsin bak fikir versin. Baksınlar. Buyurun, siz zəhmət olmasa. Məmmədov Sahil Sirazoğlu. Deməli, mən bütün hər tərəfdə olmuşam, xahiş eləmişəm. Şəhər Sovetindən xahiş elədim. Şəhər Soveti dedi, gücüm çatmır. Vaqif müəllimdən xahiş elədim. Vaqif müəllim sağ olsun. Göndərdi bura öz heyətin. Amma gəldilər. Sonuçta Vaqif müəllim Ucar rayon İcra Hakimiyyətinin müavini. İcra Hakimiyyətinin müavini zəng elədi, su idarəsi gəldilər. Sağ olsunlar. Amma nəticə yoxdur. Kömək eləmədilər. Bəli. Ondan sonra deputatımızdan xahiş elədim. Deputatımız elə həmin anında traktor göndərdi. Dedi gedin kömək eləyin. Gəldilər, amma yenə də nəticə olmadı. Bəli. Ki bura bir kanalizasiya çəksinlər, nağarsınlar, nəsə elə baxırlar, gedirlər. Mən də daha idarələrə getməkdən insanıq da, adamın üzü gəlmir. Gündə bir idarədə qalmaqdan. Şəhər Sovetidir, icra hakimiyyətidir, deputatımızdan belə xahiş eləmişəm. Nəticə yoxdur. Deputat özü tapşırıq verib gedib, xahiş edib gedib ki, Bəli. kömək eləyin. Yəni, o birisi qapı Qarabağ əllidir. Mən özüm Qarabağ əlliyəm, məsəl üçün. Qarabağ veterandır, ayaqları şikəssın. Biz 3 dənə şikəssın, gəlib kömək eləyən Müraciətinə baxan yoxdur. yoxdur. Elə hamısı deyir ki, baxacam, düzəldəcəm, problem deyil, amma nəticə yoxdur. Yəni burada problem əsasən nədir ki? Yəni bax bu su bu şəkildə qalxır buradan çıxır. Bunu siz Lükdür. Lükdür. Qarşısı getmir deyənə qarşıdan tutublar, nağarıblar. Lük şişir. Maşından gətirib çəkdiyirik. Qonaq gələndə biabırçılıq. bəli. Məclis olanda hər gün səhər gətirib özüm şəxsən dəfələrlə çəkdirmişəm ki, məclisdir, ayıbdır. Yəni bu cür da get. İyiden korkudan bak bugün iyiden korkudan evde oturmalar. Bak bu iyiden korkudan oturmalar. Bak gelsin 10 dakika hasta bir məsuliyyətli işləyəsin basmıyor iyiden oturabilir burada. İyiden bir dakika bunu yanabilir burada. Elədir. Mən həqiqətən hal-hazırda mən burada dayanmışam. O siz dediğiniz şeyləri mən hiss edirəm burada. Həqiqətən burada üfunət iyi verir. Yəni hələ indi qışdan təzə çıxırıq yavaş-yavaş. Yay aylarında yəni burada ümumiyyətlə dayanmaq Yağış mümkün olmaz. çağırmasın yanmam için diyor. Bəli. Yağış yanmam için. Bu həyatda nəsə söz demək istəsən, özü təqdim edəcəm olsa. Sən o buraban. Bura yağış yağanda demək olar ki, ümumiyyətcə burada keçmə olur, palçıq olur. Bundan əlavə maşın da girənmir bura. Bura bizə də maşın gəlir bura indi. İşçilənmir elə, burada saxlayır elə, biz buradan elə gedirik evə. Bir də ondan əlavə belə isti yay ayları gələndə nətər deyim, belə çox pislik olur da. Yəni iyi də evdən oturmaq olur. Bəli. Evin altına var. Əsas Sizden evin altına. xahiş ederim bir o evin altını çekin. O evin altını çekin baba. O tərəfdə evin Baba hamısı evin altına var. Demişdi olacaq. Ha ondan üstü, hamısı evin altına var. Bəli, elədir. Birazdan sonra bu evdə də ciddi problemlər yaranacaq. Baba göm göcüər bir. Bəli, Tamam. elədir. Göm göcüər. Biz ictimai nəzarətçi olaraq Cənab Prezident İlham Əliyevin könüllülər haqqında qanunların əsasında gəldik burada vətəndaşın
vətəndaşların şikayətini dinlədik və xahiş edirik biz də öz növbəmizdə aidiyyəti üzrə qurumlardan həmin bu ərazidə vətəndaşların probleminin həll olunmasının ötürü addımlar atılsın. Ucar rayon İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.